2025 IMC 15-ci sualına baxaq. Müsbət tam ədədlərdən ibarət aşağıdakı nəzərdən keçirin. Ardıcıllığın 2025-ci həddi hansıdır? Ardıcıllıq bu şəkildə qurulubdur. 1, 2, 1, 1, 2, 3, 2, 1, 1, 2, 3, 4, 3, 2, 1, 1, 2, 3, 4, 5, 4, 3, 2, 1. Bizə maraqlıdır ki, bu ardıcıllıqla bağlı xüsusiyyət tapaq və 2025-ci həddə mümkün qədər yaxınlaşaq. İkinci birdən qabaq 2 ədəd işlədilib. Üçüncü birdən qabaq 2 üstə gəl 4 dənə ədəd işlədilib. Eyni şəkildə dördüncü birdən qabaq 2, 4, 6 dənə ədəd işlədilibdir. Bu o deməkdir ki, hər birdən əvvəl 2 üstə gəl 4 üstə gəl 6 üstə gəl 2K ədəd işlədilibdir. 2025-ə yaxınlaşmaq üçün bu ifadəni maksimum eləyən K-nı axtaraq, yəni 2025-dən kiçik olacaq şəkildə bu bərabərsizliyi həll edək. 2-ni çölə çıxarsaq, 2 vurulsun 1-dən K-ya qədər ədədlərin cəmi də ardıcıl ədədlərin cəmi düsturundan K vur K plus 1 bölü 2 olacaq. 2-lər gedir və bu ifadə 2025-dən kiçik olmalıdır. Rahatlıqla yoxlamaq olar ki, bu şərti ödəyən ən böyük K 44-dür. 44 olanda, yəni 45-ci birdən əvvəl 1980 dənə ədəd istifadə olunub deməkdir. K-nı 44 yerinə qoyanda. Deməli, 1981-ci ədədimiz olacaq 1 və biz 2025-ci ədəd tapmaq istəyiriksə, 1981-ci ədədimiz 1-dirsə, üzərinə 44 gəlirik və 2025-ci ədədimiz olacaq 45. Cavab Y variantı.